Məni çiyinlərində aparacaqlar. Allah Teala hər ikisini aldı əlimdən. Deməli, mən xalqa məxsusam. Mənim ölüm yerdə qalmayacaq. Mənim necə ki oğlumu gəlib qaldırdı, mənim iş yoldaşlarım hamısı cavan uşaqlar, Allah onların canlarını sağ eləsin. Necə keçdilər içəri, o uşağı qaldırdılar, dedi o bizim dostumuz. Yəni, mən inanıram ki, mənim, məsələn, meydim yerdə qalmayacaq. Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib. Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. O, gənc yaşlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan, Qaraca Qız, Kiçik Ramo, Sadıq və sairən kimi bir çox rollar da var. Aktrisa 15-ə yaxın bədii filmə çəkilib. Sənətkar medalı 2018-ci ildə Tərəqqi medalı ilə təltif edilib.